Hər vaxtınız xeyir, işləriniz isə avand olsun. Xoşagəlməz hal ilə rastlaşmışam. Onu sizlərlə bölüşmək istəyirəm ki, siz də bu kimi situasiya ilə qarşılaşmayasınız. Deməli, Ağcabəddə fəaliyyət göstərən Megastordan alış-veriş etmişik. Övladlarının istəyi ilə döşəmə plov bişirmək üçün orada satışda olan toyuq məhsullarından almalı olduq. Baxmayaraq ki, mümkün qədər təbiilərinə üstünlük veririk. Amma bəzən xanımlar razılaşar ki, döşəmə plovda alınma çolpalar daha yaxşı olur, daha yaxşı nəticə əldə eləmək olur. Bu səbəbdən də bu çolpadan aldıq, lakin mən bugün döşəmə plovu hazırlaya bilmədim. Səbəb isə aldığımız məhsulun, ətin istifadəyə tam yararsız olmağıdır. Məsələ ilə bağlı Megastoru xəbərdar etdim, agah etdim. Yaranmış problemin 10 dəqiqə içərisində aradan qaldırılacağı bildirildi. Lakin bu videonu çəkməkdə məqsədim diqqətli olmağınızdır. Düzdür, bizim üçün o şərait yaradılmır ki, o əti biz özümüz seçək. Vitrinlərdə xanımlar paketləşdirir o məhsulları. Biz normal olaraq onun qoxusunu duya bilmirik. Məsələdən agah oldunuz. Bundan sonra mümkün qədər aldığımız məhsulu qoxlayıb götürməliyik, bu kimi məhsulları. Əgər belə halla rastlaşarıqsa, yerindəcə tədbir görməliyik. Mən tanıyanlar, bilənlər gözəl bilir ki, 5-10 manatın söhbəti deyil. Sadəcə insan özü üçün, övladı üçün rəva bilmədiyini, kiminsə balası üçün də rəva bilməməlidir. Nəinki Ağcabəddə fəaliyyət göstərən Megastor və yaxud da digər satış müəssisələrinə aiddir. Ümumiyyətlə, Respublikamızda fəaliyyət göstərən bütün satış müəssisələrinə aiddir. Özünüzə rəva bilmədiyiniz heç bir şeyi kiminsə övladı üçün rəva bilməyin. Diqqətiniz üçün təşəkkür edirəm.